Qara rəng ən çox istifadə olunan rəngdir və qara geyimlər, qara ayaqqabılar çox istifadə olunur, özəlliklə bizim ölkədə. Amma qara rəngin digər tərəfi də var. Biz məsələn Avstriyada uzun illər bundan öncə böyük bir tədbirdə idik və orada belə bir test keçirdirdik. Axşam vaxtı biz gəldik, yəni boş bir sahədəyik. Hamımız dayanmışıq və uzaqdan yük avtomobili gəlir və qaranlıqda gəlir. O bizi gördüyü anda əyləcə basır, tormozlanır və təsəvvür eləyin ki, bizi çox axşam vaxtı qaranlıqda çox qısa məsafədə görə bildi. Və sonradan bizə instruktor belə bir şey dedi ki, çünki bizdə 10 nəfərdən 9-u qara rəngdə geyinmişdi. Yeganə məndə bej rəngdə gödəkçə idi. Ona görə də o işıq geri qaytarırdı deyən məni görmüşlər və dedi ki, baxın, qara geyimdə olarkən sürücü qaranlıq vaxtı piyadaları görmür. Ona görə də tormuz yolu daha qısa olur. Qaranlıq zamanı sürəti daha aşağı saxlamaq lazımdır. Söhbətim sürət məsələsi öz yerində, yəni ki, sürəti aşmaq böyük bir təhlükədir. Qəzaların çoxsu sürət aşmasına görə olur. Amma digər tərəfdən piyadaların da qara geyimdə olması qaranlıq vaxtı, axşam vaxtı onları sürücülər tərəfindən görməsi məhdudlaşır. Həm də ki, piyadalarımızın çoxsu yəni qadağan olan yerlərdə yollardan qaçırlar, o zaman qəza baş verir. Odur ki, yəni ki, qara rəngdə geyinməkdən biraz kənar durmaq lazımdır. Daha axşam vaxtı çıxırsınızsa, daha biraz parlaq rəngləri, gözə görünən rənglərdə geyinməyi məsləhət görürəm.